Sakrebulonun bugün keçirilən iclasında Amiran Georgadze yerli musiqiçi Şaban Məmmədovu xalq xori müsabiqəsinin yarımfinalına yüksəlməsi münasibəti ilə təbrik etdi. Sakrebulonun sədri Şabanın həm yerli, həm də beynəlxalq aləmdə bir çox uğurlarını vurğulayaraq onun fəaliyyətinin Marneulinin adının ucalmasına töhfə verdiyini qeyd etdi. Burada Marneuli Bələdiyyəsinin sakini gənc musiqiçi bizim qonağımızdır. Şaban Məmmədov öz fəaliyyəti ilə çox məşhurdur, amma son zamanlar o xalq xori, yəni xalq mahnıları layihəsində yer alır. O layihədə ən çətin mahnılardan birini ifa etdi. Çox peşəkar şəkildə mahnının öhdəsindən gəldi. Biz çox şadıq ki, Marneulidə bu cür gənc istedad yetişir. Biz Şabanla fəxr edirik. Marneuli son vaxtlar çox tanındı. Belə ki, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin uğurları ilə daha çox anıldı. Həm idman sahəsində, həm də mədəniyyət sahəsində gənclər bizi sevindirirlər. Mən Sakrebulu və bələdiyyə adından cənab Şabana təşəkkürümü bildirirəm. Biz onunla qürur duyuruq. Onun müsabiqədə ifa etdiyi mahnını şəxsən mən də dəfələrlə dinləmişəm. Möhtəşəm ifası var. Alqışlayıram. Birlikdə Şabanı alqışlayaq. Mən istəyirəm meriyaya müraciət edim. Şabana həvəsləndirmək məqsədi ilə maddi mükafat təqdim edək. Təbrik edirəm, uğurlar arzulayıram. Daha çox uğurlar qazanman üçün, daha da məşhur olman üçün əlimizdən gələni edəcəyik. Marneuli meriyasına, Sakrebuloya, şəxsən cənab Amiran sizə dərin təşəkkürümü bildirirəm. Əlbəttə ki, bütün Gürcüstan əhalisinə mənə göstərdikləri sevgiyə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün sizin sevginiz daha dəyərlidir.